Namazı möhürlə qılmaq Quranda yazılıbmı? Baxın, möhürlə qılmaq, gəlin bu mövzunu izah edeyim. Geniş mövzudur da. Biraz geniş mövzudur, amma izah eləmək olar əlbəttə. İlk öncə bunu deyim ki, möhür torpaqdır. Torpağa səcdə edirik. Və torpağa da səcdə edən torpağa eləmirik. Allaha edirik, alnımızı torpağa qoyuruq. Peyğəmbər də buyurur, Cuilət liyəl ərdu məscidən və tahura. Yer mənə pak və səcdəgah qərar verildi. İndi bir insan, məsələn, hətta sahabələr deyir, biz gördük Peyğəmbəri, gördük səhradır, istidir, Peyğəmbər o daşı neynədi, soyutdu, gətirdi, qoydu alnını həmən daşın üstünə. Bütün əhl-i sünnə qardaşlarımız da, məsələn, hətta baxa bilərlər, Hənəfi, Həmbəli, Şafii, Maliki. Onların dördü də deyir ki, torpağa alnımı qoysa namaz düzdür. Daşı alnımı qoysa namaz düzdür. Onlar da deyir bunu. Düzdür. Yəni, burada belə fikir ayrılığımız yoxdur bu mənada.